Ha. Bir daha salamlayıram hər kəsi və bizim bugünkü açıq qruplarda keçirəcəyimiz mövzu uşaq valideyn mövzusuna aiddir. Necə etmək lazımdır ki, uşaq sözə baxsın, ümumiyyətlə tədrisə, məktəbə marağı artsın. Necə etmək lazımdır ki, ailədə uşaq problemləri ilə əlaqəli ciddi konfliktlər və gərginliklər yaşanılmasın. Bax, bu istiqamətdə biz bugün sizlə danışacağıq. Hələlik gəlin bir qədər tanış olaq daha yaxından. Çünki bilirəm ki, mənim bugünkü görüşümdə ilk dəfə iştirak edən iştirakçılar da var. Mənim adım Samira Rəhimova, ailə terapiyası üzrə mütəxəssis təlimçiyəm, sistemli ailə terapiyası üzrə klinik psixoloqam. Ümumiyyətlə 10 ildir ki, psixologiya ilə məşğulam və 2020-ci ildən etibarən artıq kliniki psixologiya üzrə tədris almağa başladım. Ümumi psixologiya da bitirmişəm və bundan əvvəlki fəaliyyətim bir qədər başqa istiqamətdə idi. 30 plus xanımlar məni tanıyarlar. O vaxtlar mən hesab edin ki, 19 yaşından da, bəli, 19 yaşından etibarən televiziya sahəsində çalışmışdım. Xanımlar üçün təşkil olunan proqramı aparıcılıq edirdim Şarm verilişinə 10 il davamlı olaraq. O vaxtlar da sağlam yaşam tərzi, qadınları motivasiya edən mövzularda sonrakı, yəni illərdə 20-24 yaşından etibarən başlamışdım bu istiqamətdə də tədbirlərdə çıxışlar etməyə, məhz xanımların şəxsi inkişafında onlara dəstək olmağa, sırf gözəllik, dəb istiqamətində. Amma psixologiya marağım hər zaman var idi. O illərdə yadınızdadırsa, Atama Maqazin jurnalı var idi. O jurnala mən rəhbərlik edirdim və hətta bizim jurnalımızda Sən və Psixoloq rubrikası var idi. Kimsə əgər o jurnalı oxuyubsa, nə vaxtsa. Mənim yoldaşım da psixoterapevt Kənan Rəhimov hər dəfə deyir ki, sən o jurnalda o rubrikanı açmışdın. Bircə dəfə də olsun, məni sən demə, heç çağırmamışdım bu jurnala qonaq qismində. Doğrudan da vaxtlar tanış deyildim. Amma ailə qurduqdan sonra 2014-cü ildən etibarən bəli, mənim psixologiya olan sevgim daha da belə deyim, dərinləşdi və mən qərar aldım ki, yox, mən 3-cü təhsilimi mütləq məhz psixologiya sahəsində almaq istəyirəm. Və beləcə artıq demək olar ki, 2 ildir ki, daha çox ailələrlə işləyirəm, sistemli ailə terapiyası üzrə. Sırf ailə münasibətlərində yaranmış problemlərin psixoloji cəhətdən hansı formada diaqnostikadan keçirmək lazımdır, nə cür etmək lazımdır ki, insanlar öz aralarında ünsiyyət zamanı yaranmış xətaları aradan qaldırsınlar. Çünki bu çox vacib bir məsələdir. Ailə həyatında çox problemlər olar, çox müxtəlif vəziyyətlər yarana bilər. Amma bu vəziyyətlərdə insanlar nə cür rəftar edirlər, nə cür özlərini aparırlar. Bax, bu istiqamətdə mütləq insanlar təlimatlı olmalıdırlar. Ən azından içlərində keçirdikləri hissləri, belə səbəblərini araşdırmalıdırlar ki, qarşı tərəflə də doğru formada ünsiyyət saxlasınlar. Əks təqdirdə hər kəs digərinə bir qalib çıxmaq naminə o qədər mübahisəli məqamlar yaranır ki, sanki qarşı tərəfi susturmaq üçün çalışırsan biraz daha hündürdən danışmalar. Və bu zaman da insanlar bir-birlərini eşitmirlər. Eləcə də bax, indi bugünkü mövzumuza gəldikcə də mən görürəm ki, son vaxtlar ailələrdə, yəni bir çox ailələrdə rastlaşdığım vəziyyətlərdə təşəkkür edirəm, minnətdaram hər kəsi, yeni qoşulanları da buradan salamlayıram və mikrofonları hələlik bağlayırıq, ümumi bir müzakirə aparaq, sonradan interaktiv söhbətimizə keçid edərik. Yaxşımı? Bugünkü bizim mövzumuzda uşaq valideyn münasibətlərdə bir neçə təqdimat hazırlamışam sizə, indi birazdan açacağım. Sırf emosionallığa istəyərdim, diqqət yetirəsiniz. Çünki uşaqların sağlam inkişafı üçün onların emosional cəhətdən nə cür inkişaf etdirməsinə biz diqqət yetirməliyik. Ümumiyyətlə, ailə mühitinin nə cür, hansı formada inkişaf etməsi, ümumiyyətlə bir ailə münasibətləri də özdə bir inkişaf prosesidir də, durğunluq olmamalıdır. Hər zaman biz özümüz də ailədə böyüyürük, yetişirik və bizimlə bərabər də körpələr həmin o ab-u havada böyüyürlər, həyatı tanıyırlar və əgər həmin o dövr müddətində ciddi bir problemlər olarsa, biz onun güzgü kimi uşaqların davranışında görəcəyik. Təşəkkür edirəm Cəfər xanım. Və ona görə də mən istərdim ki, siz bugünkü mövzuda daha çox, belə deyək, biz nəzəri tərəflərə deyil,
praktiki cəhətdən nəyi necə tətbiq etmək lazımdır, onu müzakirə edək. Və ən çox valideynlərin davranışında göstərilən nə kimi yanlışlıqlar varsa və biz burada kiminsə haqlı, kiminsə haqsız olduğuna getməyəcək. Çünki hər bir valideynin öz qərarıdır, öz seçimidir ki, uşağını nə cür böyüdəcək. Biri o deyə bilər ki, mən qəti şəkildə uşağıma telefon verməyəcəm məktəbi bitirməyənə qədər. Bu onun öz qərarıdır və bu ailə dəyərlərindən gələn, stereotiplərdən, yəni nəsildən nəslə ötürülən müəyyən bir insanlarla davranış modellərindən ötürülmüş bir düşüncə tərzidir və buna da biz qarışa bilmərik və heç bir zaman deyə bilmərik ki, kimsə haqlıdır, kimsə haqsızdır. Onlar bu cür uşağı böyütmək istəyirlər. Kimsə heç sosial şəbəkələrə uşağına daxil olmağa imkan vermir. Amma elə valideynlər var ki, əksinə uşaqları kompüter kurslarına yazdırırlar ki, təki uşaq tez bir zamanda bütün bu texnoloji bilgiləri əldə etsin və hərəsi özünə görə haqlıdır. Hər kəs uşağını pisliklərdən qorumaq istəyir də, amma burada sual yaranır. Alınırmı? Və bugünkü cəmiyyətdə biz görürük, yəni baş vermiş hadisələrdən də, üzləşdiyimiz müxtəlif situasiyalardan da görürük ki, insanlar çox vaxt məyus içində olurlar. Və niyə görə alınmır? Yəni burada sırf hansı üsullardan istifadə edilməsi deyil. Bunu biz nə cür tətbiq edirik? Bu uşaqlara olan bu informasiyanı hansı formada ötürürük, nə cür uşaqlarla əlaqə saxlayırıq, bu çox önəmli bir məsələdir. Yəni telefon da bir cihazdır, internet də yəni bir vasitədir. Amma onlar əvvəllər yox idi. Uşaqlar həyətdə böyüyərdilər, düzdürmü? Orada da oyunlar oynayardılar, qaçdı oynayırdılar, nə bilim, bir-birlərinə vururdular, atırdılar, yıxılırdılar, əzilirdilər də, ciddi təhlükə qarşısında da qalırdılar. Bugün otururlar evdə, misal üçün virtual dünyada, orada da atışma gedir, orada da nəsə bir müxtəlif bu kimi qorxunc personajlardan istifadə edərək oynayırlar. Amma hərəyə bir cür təsir edir. Baxın, uşaqlar fərqlidir. Ona görə hər bir uşaqla da ona xüsusi davranaraq yanaşmaq lazımdır. Və ona görə mən hər zaman deyirəm ki, uşaq üçün ən gözəl psixoloq onun valideynidir. Valideyn onun yanında, onun emosional cəhətdən nə cür hadisələrlə üzləşməsi, nə cür onun hadisələrə qarşı hisslərinin formalaşmasının şahidi olmalıdır. Əgər bu əlaqə itirsə, uşaq-valideyn münasibətlərdə, bax, ciddi problem budur. Uşaqla valideyn arasında bir çöküntü yaranırsa, o zaman bu əlaqəni bərpa etmək üçün bir zaman tələb olunacaq və ailə terapiyasının da işi əslində bundan ibarətdir. Sırf uşaqlarla məşğul olmaq, uşaqlarda nəyisə təsirinin üzərindən, təbii ki, psixoloji dəstək vacibdir. Uşaq nədənsə qorxubsa, uşaq bir stres keçiribsə, bu başqa. Amma əgər problem valideyn övlad arasındakı münasibətlədirsə, burada kompleks iş prosesi aparılmalıdır da. Yəni burada uşaqla təkcə işləmək deyil. Burada valideyn bir mənalı əlbəttə ki, və burada valideyn təlimatlı olmalıdır ki, mənim uşaqla niyə görə münasibətim axı pozulur? Niyə görə mən qışqıranda ona təsir etmir? Və yaxud da ki, niyə görə uşaq bütün günü qışqırır? Bir valideyn keçən dəfə gileylənirdi ki, valla utanıram, mən adamların arasında məni vurur, əsəbləşirəm ona, gözümü ağardıram, hirslənirəm, bəzən zarafata salıram, heç nə kömək olmur. Mən neynəməliyəm? Bax, burada sual yaranır. Neynəmək lazımdır ki, uşaq özünü yaxşı aparsın? Adamların yanında gəlib əlimdən dartıb, mama deməsin. Yəni, uşaq bilsin ki, harada nəyi necə etmək lazımdır. Özünü apara bilsin də, dərsə maraqlı uyansın, dərslə məşğul olsun. Mən neyniyim? Burada bax, bu bir insan da, keçən dəfə bir ata da, bilməm, bəlkə qarşınıza çıxıb o video yoxsa yox, hələ bu yaxınlarda qarşıma çıxıb, rəydə öz fikrimi bildirdim. Ata gileylənirdi ki, mənim 2-ci sinif şagirdim, dərs oxumaq istəmir də, hər gün səhərlər bizim günümüzü səhərə çevrilir. Biz daha bilmirik neyniyək də və ata bilirsiniz necə, aydın məsələdir ki, uşaqlarda bugün İndi məktəbə bu ayrıca mövzudur da, yəni təhsil sistemi, məktəbin uşaqlara nə dərəcədə mənfi təsir göstərməsinin müxtəlif da kriteriyalar var.
söhbət burada nə məktəbdən gedir, nə müəllimlərdən gedir. Ümumiyyətlə bu sistemdə elə bir boşluqlar var ki, təəssüflər olsun ki, uşaqların bugün tədrisə marağı o qədər də yüksək deyil. Daha çox qorxu, təşviş, həyəcan hissi yaşayırlar. Amma buna baxmayaraq əziyyəti çəkən valideynlər olur. Çünki onlar da hər tərəfdən istəyirlər ki, uşaq belə deyim də bir nəticə etibarilə uğurlu bir nəticə göstərsin, boya başa çatsın, savadlı olsun, ona görə əllərindən gələndən əsirgəmirlər. Amma əsəb keçirdilər, çünki çox vaxt alınmır. Və uşaqlar da fərqli. Mənim 2 oğlum var, biri 4-də oxuyur, birisi də 2-də oxuyur da. 2-də oxuyan daha çox belə deyim, məsuliyyətli uşaqdır. Susur, danışmam, bilirəm ki, ona da səhər tezdən oyanmaq çətindir. Amma böyüyü biraz kaprizli uşaqdır, biraz belə deyim də üsyankardır. Onunla bir başqa cür biz danışırıq çox vaxt. Başqa cür rəftar edirik. O səhərlər bəli başlayır nədənsə gileylənməyə, başlayır bir də görürsüz deyinməyə. Hə başlayanda kiçik artıq müdaxilə edir, bilir də ki, burada mübahisə böyüsə artıq biz başlayacaq fəlsəfi fikirlərə getməyə. Çünki müzakirələrimiz o zaman bizdə çəkir, uzun uzadı. Bir də görürsüz ki, otururuq, başlayırıq danışmağa, hər öz fikrini bildirir. Mən sizə indi sonda aydınlaşdıracağam hansı münasibət modelləri var və onlar nə cür nəticə göstərirlər uşaqlarla. Bizdə daha çox demokratik münasibət modelidir və çalışırıq uşaqları içində hisslərini boğmamağa, çalışırıq o fikrini izah etsin, desin və biz də onlara bu işdə dəstək oluruq. Nəyisə susturmaq, sən səhvsən, doğrusan, deyilsən, elə bir məqsədimiz yoxdur. Amma həmin o ata, təsəvvür edin, onun bu kimi qarşılaşdığı vəziyyətdə çox elə hirslənmişdi ki, əməlli başlı. Uşağın nə ixtiyarı var? Uşaq axı ümumiyyətlə heç bir insanın ixtiyarı yoxdur bizim günümüzə qaraltmaq. Bilməm, görmüsünüzsə bu videonu çox baxış sayı var idi. Mən gördüm orada. İnsanların yaralı yerində fikirlər müxtəlif cür yazıldılar. Baxmısınızsa plus yazın. Və orada insan deyir ki, bilirsiniz nə? Mən uşağıma dedim ki, sən indi gör, mən səni dinləyəcəm də. Sən indi baxarsan, sən mənim günümü zəhərə çevirdirsən, indi mən də sənin gününü zəhərə keçirəcəm. Bax, müharibə açıq elan olunub. Təsəvvür edin, bu uşaqla hesab edin ki, uşaqlıq eləməyə qərar verir də. Burada müharibə elan olunursa, kim qalib çıxacaq? Təbii ki, ata qalib çıxacaq. Ata istədiyini edəcək. Ata uşaqdan nədənsə məhrum edəcək, deyəcək, mən qalib çıxdım. Amma uşağı məcburiyyət bahasına, yəni artıq burada avtoritar münasibət modeli formalaşır. Yəni uşaq burada baskı içərisində nəyisə nail ola bilər. Yəni uşaq bunu məcburiyyət formasında edəcək. Amma valideyn arasında ciddi boşluq yaranacaq. Burada uşaq axı bilmir, niyə görə mənim atam, mənim anam mənə qarşı bu cür sərt davranır. Axı özünü haqsız hesab etmir. Uşaq hələ tam dərk etmir. Niyə belə hallar? Uşağa deyirsən, telefonda oturma çox vaxt, oynama, dərslərini ged oxu, telefon sənə ziyandır, o Roblox, o Minecraft oyunları sənə təhlükəlidir, böyüklər bunu deyir. Amma uşaq orada təhlükə görmür. Uşaq deyir ki, gör, məni başa düşmürlər də, nə deyirəm ki mən burada, oyun oynayıram da, nə təhlükə var? Sənin dediyin qaydalara riayət edin, heç kimə yazışma. Axı mən başqa neyinirəm? Uşaq özünə qarşı ədalətsiz bir verdiklə belə qarşılaşır da ki, sən mənə qarşı haqsızlıq edirsən və artıq özünə qapanır və ola bilər ki, qəzəb hissi keçirsin, ola bilər üsyan etsin, küssün, nə bilim, belə deyim də, xoşagəlməz bir davranış nümayiş etdirsin və yaxud da ki, heç də deməsin, razılaşsın, nə bilər, çarəsiz halda telefonunu əlindən alacaqlar, o da qalacaq telefonsuz. Amma içində nələr baş verəcək? Uşaq sabahsı gün nədənsə narahat olanda, bir problemlə üzləşəndə valideynə bunu etiraf edəcəkmi, deyəcəkmi? Deyəcək kimi mən qorxuram, misal üçün, imtahana girməkdən və yaxud da ki, 2 alanda bu 2-ni gəlib etiraf edəcəkmi, yoxsa gizlədəcək? Burada artıq uşaq tərəfdən müxtəlif formada yalanlar, sirlər, özünə qapanmalar və yaxud da ki, belə sərt aqressiya, özündən çıxma kimi hallar, bu hallar ola bilər. Çünki artıq əlaqə itir. Yavaş-yavaş uşaqla valideyn arasında əlaqə itir. Gəlin, mən sizə burada təqdimatı da açım. Hələlik icazənizlə. Burada mən bir kiçik təqdimat hazırlamışam ki, bizə daha rahat olsun sizinlə söhbət etmək. Vacib bir məqamları burada qeyd etdim. Sadəcə
E, Zəhmət olmasa geri dönüş edin. Məni də görürsünüzmü? Təqdimatı da görürsünüzmü? Əgər elədirsə bir dənə plus yazın. Uşaq valideyn emosionallıq baxımından hansı vacib məsələlərə diqqət yetirməlidir? Həm uşaqlar, həm də valideynlər təbii ki, plus. Əla. O zaman davam edirik. Bu təqdimatı sonradan mən qrupa da göndərəcəm. Valideyn nə etməlidir? Bax, indi biz deyirik, danışırıq da, bayaqdan izah edirəm ki, hansı problemlərlə çox vaxt valideynlər üzləşirlər və bu hallarda nə etmək lazımdır? Özündən çıxmaq, qışqırmaq, bəzən məktəbin belə deyim də ev tapşırıqları çox olan vaxtlarda axşamlar bir çox ailələrdə, bəlkə də 70-80% ailələrdə axşamlar qışqır, bağır olur evdə. Valideyn əsəbləşir, əsəb bahasına dərslərini elətdirir, bəzən özündən asılı olmadan uşağı vurur, uşaq ağlayır. Yəni bu hallar çox üzücüdür. Çünki həm uşaq əziyyət çəkir, həm də ki valideyn. Sonda da uşağın dərslə əlaqəli beyninə heç nə yeridilmir, heç nə yatmır, ancaq və ancaq stres olur. Və bu zaman emosional cəhətdən uşaqların sabitliyi də pozulur. Yuxusuzluğu da, yuxu rejimi, disiplin, bunlar hamısı qarışıq bir durumda. Mən bir dəfə bu mövzuda ayrıca bir təlimdə keçirmişdim. YouTube kanalında var. Uşaqları yuxu rejiminin pozulması ilə bağlı. Mən də bu problemlə üzləşmişdim. Açığı ara sıra tətil olan vaxtlarda uşaqlara bir qədər sərbəstlik verir. Görürəm ki, hə, disiplin pozuldusa, uşaq artıq bir qədər gec yatmağa başlayır. Sonradan həmin o rejimə uşağı yenidən qaytarmaq çox çətindir. Və bu zaman yuxu rejimi pozulanda da uşağın da sinir sistemində problemlər yaranır. Yəni hər şey uşağa toxunur. Uşaq hətta bir qədər yeməyə gecikdirsə, görürsən ki, əsəbi olur, hirslənir, adi bir çorabını geyəndə qışqırır, ağlayır. Bu hallar hamısı uşağın hal-hazırki emosional durumu ilə bağlıdır və əgər valideynin də eyni həmin o vəziyyətdədirsə, emosional çılğınlıq yaşayırsa və yaxud da ki, öz ailə daxili problemlərindən əziyyət çəkirsə, təbii ki, uşaqla doğru bir formada ünsiyyət qura bilməyəcək və bu zaman qarşıdurma yaranacaq. Ana qışqırır, uşaq qışqırır, kimin qışqırığı daha yüksəkdirsə, o qalib çıxır. Amma təsəvvür edin ki, əgər valideyn qışqıraraq deyirsə ki, səsini kəs, burada qışqırmaq olmaz. Artıq burada bunun heç bir təsiri olmayacaq. Çünki yenə də nümunə göstərilir ki, qışqırmaq olar. Əgər güc bahasına gəlirsən, uşağın əlindən telefonu alırsansa və sən bir nümunə göstərirsən ki, istədiyini güc bahasına əldə edə bilərsən. Mən böyüyəm, ona görə bunu edə bilərəm deyirsənsə, və uşaqda artıq qarışıq bir fikirlər yaranır ki, nəyin yaxşı, nəyin pis olduğunu tam dərk edə bilməyəcək. Yəni, bu böyükdür, ona görə ona olar. Mən balacayam deməli, ona görə mən olmaz. Deməli, balaca olmaq pisdən, mən artıq vaxtından əvvəl böyümək istəyəcəm. Böyük olmaq yaxşı, uşaq olmaq pisdir. Uşağın artıq öz dünyasına aid olan o gözəllik də qalmır. O baxımdan da etibar da artıq itmiş olur. Emosional cəhətdən dediyimiz kimi uşağın sabit yetişməsi üçün aydın məsələdir ki, burada vacib prinsiplər var və qaydalar var. Hansılar ki, o qaydalar tətbiq olunarsa, mütləq valideyn övlad arasında o körpü hər zaman açıq olacaq. Yəni, etibarlıdır. Mən valideynimə etibar edirəm. Mən onun dediyi sözü öz düşüncəmə yeridirəm və başlayıram araşdırmağa. Valideynimə çoxlu sayda suallar verirəm. Bu necə oldu, bu necə oldu? Uşağın bir dövrü var, pıçmıçqa deyirlər Rusiyada bu dövrə ki, hər şey soruşur. Bu niyədir, bu niyədir? Bəs niyə görə, niyə görə, niyə görə? Və bu zaman valideyn əgər vaxtı yoxsa uşağa cavab verməyə, belə başından edirsə, tək ki, mənə toxunma, işin gücün başına var, sən də gəlmirsən hər addım başına, məndən sual edirsən, get o tərəfdə oyna, get oyuncaqlarla oyna deyirsə, artıq burada sonradan həmin o valideynə şikayətlənirlər ki, uşaq niyə görə məndən hər şeyi gizlədir, niyə görə başqalarının təsiri altına düşür, o zaman şikayətlənməsin. Bu, həmin o vəziyyətdir ki, valideyn özündən uşağı uzaqlaşdırır. Yəni, nə kimi problemlərlə üzləşir çox vaxt valideynlər və nə etməlidir ki, praktiki cəhətdən bu problemlər olmasın? Yəni, öz növbəsində valideynin öhdəliyinə bugün düşən nədirsə, onu indi biz bugün müzakirə edəcəyik. Əsas mən istəyirəm ki, birinci
sizə çatdırım bu fikir ki, niyə görə məhz ailə uşağın inkişafında əsas amil sayılır? Çünki əgər siz bu sualı tam dəqiq cavabını bilsəniz, sonraki mənim sizə verdiyim həmin o alqoritmin təlimatında bir mənası olacaq. Əks təqdirdə deyəcəksiniz ki, niyə görə siz hesab edirsiniz ki, bu cür davranmaq vacibdir? Niyə görə ailə uşağın inkişafında vacib sayılır? Çünki uşaq dünyaya göz açandan bəri, bax 3 yaşından etibarən, yəni separasiya deyilən bir termini var. Yəni emosional valideynin uşaqdan ayrılma prosesi. Yəni ilk uşaq dünyaya gələndən təbii ki, ilk separasiya baş verir fiziki cəhətdən. Amma sonradan, bax 3 yaşından etibarən uşaq başlayır dərk etməyə ki, mən kiməm? Mənim ətrafımdakı yar kimlərdir? Yəni məni böyüdən kəslər, anam, atam, nənəm, babam, onların mənə qarşı münasibəti necədir və mənim davranışımda göstərdiyim hansısa bir əlamətlər, məsələn, nəyisə vurub sındırmaq, yıxılmaq, ağlamaq, bu kimi hallarımda insanların mənə qarşı münasibəti nə cür olur? Uşaq tam dərk etmir. Biz nəyisə deyəndə, danışanda, başlayanda həmin 3 yaşından 5 yaşına qədər uşağa hansısa bir fikri, belə deyim də, beyninə yeridəndə uşaq bunu tam dərk edə bilmir. Çünki burada yalnız hələ ki emosional cəhətdən insanların o intonasiyasından hansısa bir məlumat özünə toplayır da ki, bax bu yaxşıdır, bu pisdir. Və uşaq əgər deyəndə ki, misal üçün mən özüm deyilən bir məqam var da, özüm hər şey etmək istəyirəm, çünki artıq o ətraf mühitdən tanış olmağa başlayır. Bu zaman bu şəraiti valideyn yaradırsa uşaq üçün, artıq bu uşaq həmin o ailə mühitində başlayır yetişməyə. Yəni daxilən böyüməyə, həyatı tanımağa, yox hər şeydən uşağı məhrum edirsə, məsəl üçün hiperqayğıya meyilli olan insanlarda uşaqları qorumaq ehtiyacı yaranır hər şeydən, havadan, küləkdən, çirkinlikdən, hardasa əlinin batmasından, yeməklərin səhvliyi ilə hər şeyi çalışırsan qorumağa. Məndə bax böyük oğlumda bu halları özümdə müşahidə etmişdim, yadıma gəlir. İkinci oğlumda artıq o səhvləri etməmişdim. Ümumiyyətlə məndə belə ikinci oğlumda mən çox bir belə deyim də problemlərdən qurtuldum. Çünki artıq həm təcrübədə görmüşdüm, həm uşağın ilk qorxusu ilə də rastlaşmışdım da və praktiki tətbiq etdikcə həmin o bu metodları mən görürdüm ki, nə cür uşaqlara təsir göstərir reallıqda. Yəni kitabda çox şey yazıla bilər, çox şey danışıla bilər, amma sən praktiki cəhətdən tətbiq edəndə baxıb görürsən ki, uşağın xarakterik xüsusiyyətlərinə uyğun olaraq davranmalısan. Bir uşaq ola bilər ki, steroid şəxsiyyət tipidir, diqqəti sevən birisidir. Digəri isə bunu istəmir, sevmir. Ona görə hərəsinə uyğun bir yanaşma seçmək lazımdır. Həmin bax bu ilk sosial mühitdə reaksiyalarımıza diqqət etməliyik. Biz, böyüklər reaksiyalarımıza diqqət etməliyik. Uşaq yıxıldısa, misal üçün, vurdusa nəyisə, o bizim üz cizgilərimizə baxır, bizim emosiyalarımızdan məlumat toplayır ki, bu yaxşıdır, yoxsa pis. Əgər uşaq yıxıldısa, biz belə elədiksə gözlərimizə, uşaq başlayacaq ağlamağa. Əgər uşaq yıxıldısa, belə deyim də, uşağa, hə, nə olsun, yıxıldın, nəsə ağrıtdı, nə oldu sənə? Yəni, bax, belə bir reaksiya və əl çalmaq, diqqəti yayındırmaq, bu da lap körpə yaşlardan olar yenə də. Amma o qədər də, belə deyim, vacib sayılmır, çünki hətta tövsiyə olunmur. Yəni, uşaq anında o hisslərini yaşamalıdır. Əgər ağrıdısa, həqiqətən də ağladısa, ağlaya bilər. Mənim yadıma gəldi, mən 5 yaşım var idi və indi mən başa düşürəm. Niyə görə? Mən bir başqa insanların yanında heç vaxt öz hisslərimi büruzə verə bilmirəm. Bu məndə var da. Və mənim nənəm görəndə ki, mənim gözlərim dolur, dərhal da ona qədər say, 1, 2, 3, ağlama. Yəni, mənə ağlamağa qoymurdu. Ümumiyyətlə, nənədə belə bir qorxu vardı. Uşaq ağladısa, pəncərədən o tərəfdən eşidəndə ki, kimisə uşaq ağlayır, qaçıb onu sakitləşdirərdi ki, ki, ağlamasın. Və bu zaman onda bu qorxu, nəsə belə bir hal yaranırdı və mən o vaxtın uşaqlıqdan elə bildim ki, ağlamaq olmaz. Nəsə xoşuma gəlmirdi, gidib gizlənib otaqda göz yaşı axıdardım ki, tək ki, başqa insanların yanında ağlamayım da. Ağlasam elə bilərlər ki, mən uşağam, mən zəifəm və ona görə bu hissləri boğmağa gətirib çıxarırdı. O qədər də məsləhətli bir münasibət deyil. Ona görə çalışmaq lazımdır ki, anında uşaqları verilən o reaksiyalara biz diqqət yetirək və o reaksiyalara uyğun da davranaq. Uşaq əgər səni vurdusa, bax,
əsəbləşir, isterika yaradır hamının yanında və sən o bütün onlara baxmayaraq heç vecinə almırsan, qışqırırsan və yaxud da ki, nəsə edirsən, burada başlayır qarşı durma. Yəni uşaq burada səni təhqir etmək istəmir olmaqla. Uşaq sadəcə bu cür bu formada hal-hazırda bu öz hisslərini yaşayır. Biz sadəcə bu hissləri yaşamağa ona dəstək olmalıyıq. Birincisi, stop demək lazımdır mütləq. Yəni ən azından uşaq bilməlidir ki, bunu etmək olmaz. Bax, bu məlumatı biz uşağa nə hansı formada ötürməliyik? Uşaq qışqırdısa, ağladısa, biz dayanmalıyıq, özümüz pauza yaratmalıyıq. Sanki, bax, nə baş verir? Bax, mən başa düşürəm ki, sən də əsəbləşmirsən də, nə olub? Mənə normal izah et, mən səni başa düşmürəm. Sən ağlayan danışır, mən səni tam başa düşmürəm. Niyə görə ağlayırsan? Yəni, niyə görə sənə bu lazımdır? Gəl bir araşdıraq və ümumiyyətlə, uşaq bəzən elə ki, uşağa yox deyirsən, qışqırır, bundan betərini edir də. Yəni, bu hala gətirib çıxaran situasiya çox vəziyyətlər var da ki, uşaq artıq bunun bir metod olaraq istifadə edirsə, deməli, nə vaxtsa keçib, nə vaxtsa qışqırıb, ağlayıb, istədiyini alıb, artıq onun üçün gözəl bir alətdir də, qışqırmaqla bunu əldə edə bilər. Ona görə, əgər yox cavabı qarşısında uşaq heç cürə, belə deyim, özünü apara bilmirsə, deməli, ona tez bir zamanda yoxu demək də lazımdır. Burada biraz gizli bir oyun aparmaq olar uşaqla, belə deyək də. Uşaq gəlir, nəsə istəyir ki, olar bunu eləyək və sən deyirsən ki, olmaz qəti şəkildə. Deyirsən ki, gözlə, mən indi işimi bitireyim, danışarıq. Yəni, bu zaman birincisi vaxt əldə edirik. Uşaq deyir ki, hə, yaxşıdır, birazdan anam deyəcək, olar, yoxsa olmaz. Və bu zaman artıq vaxt getdikcə uşaq artıq ya diqqət yaranır başqa bir işlərə və yaxud da ki, artıq yox alma ehtimalı da yaranır. Yəni, sonradan biz ona izah edə bilərik ki, bilirsən, bugün bu alınmır, ona görə ki, alınmır, evə qonaq gələcək. Yəni, bilirsən, evə kim qonaq gələcək? Yəni, biz başlayırıq artıq bu formada uşağın diqqətini bir başqa istiqamətə yönəltməyə. Əgər biz dərhal sənə dedim, yox, yəni biz fakt qarşısında uşağı qoyuruq və izah etmirik. Niyə görə? Yox, mən dedim yox, ona görə də yox. Bu zaman təbii ki, uşaq artıq öz etirazını müxtəlif formada, müxtəlif yollarla bildirmək istəyəcək. Və onun emosionallığı da, belə deyək də, valideynin dəstəyi olmadan artıq bir başqa formada özünü göstərəcək. Qışqırmaqla, ağlamaqla. Yəni, bu formada ilk uşağın dünyaya göz açan ailə mühitində olan vəziyyətləri öz aləmdə bu cür emal edəcək ki, nəyi, nə cür etmək lazımdır ki, istədiyimi əldə edim. Yəni, ən çox valideyn nə cür rəftar edir, uşaq həmin o rəftardan, o davranışdan özü üçün bir tablo yaradır və başlayır onun üzərində nələrisə tətbiq etməyə. Ailədə ən çox, ən böyük, belə deyim də, təhlükəli bir siqnal da odur ki, ailədə söz-söhbətlər bitmir. Yəni, çox təəssüflər olsun ki, bugün kişi, qadın arasında mübahisələr, səs tonunun artması, qışqırmaqlar, təhqirlər, bunlar çox vaxt uşağın gözü qarşısında keçir. Bax, bu çox təəssüf hissi ilə deyirəm ki, xoşa gəlməz bir haldır. Hətta nə qədər çalışsalar da, valideynlər misal üçün adi bir intonasiyanın yüksəldilməsi, qapının vurub çırpılması uşağın dünyasında təhlükə siqnalıdır. O başa düşmür ki, kişi, qadın arasında mübahisə yaranıb. O elə bilir ki, onun bu saat hal-hazırki mühitinə, təhlükəsizlik mühitinə ciddi bir təhlükə gəlir də, yəni ciddi bir problem yaşanılır və qorxu və stres keçirilir. Burada daimi, xroniki halda yarananda ki, bu ailələrdə davamlı sürən belə bir problemlər yaşanılır, o zaman stres də xroniki olur. Kortizol artıq insanın qanında özünü göstərir. Yəni, bu hamısı bu fonda da immunitet aşağı düşür. Ona görə uşaq artıq bu stres içində daimi şəkildə özünü, belə deyim, gərginlikdə, təşvişdə hiss edir. Və hər dəfə qışqıran valideyn, evdə mübahisə yaşayan valideyn sonradan deyir ki, mənim uşağım təşvişlidir, hər şeydən qorxur, hər şeydən narahatdır. Və hiper, hətta kontrola meyilli olan valideynlərin uşaqlarında da, əgər siz müşahidə etsəniz, görərsiniz ki, uşaq elə bir ki, sanki
hər şeydən çəkinir də, qorxur. Çünki onun üzərində hegemonluq edən böyüklər var. Nə yaxşı, bu olar, bu olmaz, bu olar, bu olmaz. Uşaq ancaq böyüklərin üzünə baxır ki, nə vaxt səhv edə bilər. Burada cəmiyyətə adaptasiya prosesi də var. Mütləq bu uşağın inkişafında böyük bir rol oynayır. Çünki ailənin içində, ailə mühitində öz emosiyalarını tanıyır, özünü tanımağa başlayır. 7 yaşından etibarən yaxşı nədir, pis nədir, artıq bu anlam formalaşmağa başlayır və tədricən uşaq bu informasiyalarla çıxır cəmiyyətə. Və cəmiyyətə adaptasiya prosesi də təbii ki, valideynin iştirakı ilə baş verməlidir. Elə belə deyil. Bir xanım keçən dəfə soruşurdu, hətta məndə Instagramda direct yazmışdı ki, evdə yoldaşımla mübahisə yaşayırıq biz. Mən deyirəm ki, uşağı bağçaya qoyaq, 3 yaşı var. Amma yoldaşım deyir ki, sən işləmirsən, niyə görə bağçaya qoymalı uşağı? Bu qalsın da evdə. Mən indi deyir, narahatam ki, biz uşağa baxaq, biz cəmiyyətə necə adaptasiya olsun, necə kollektivə sonradan öyrəşəcək, sonra hər şeydən qorxacaq, çətin olacaq. Düzdür, bu belədir bu. İndi burada bir məsələ var da, uşağı 3 yaşından, 4 yaşından fərq etmir, neçə yaşından. Əgər siz bağçaya qoyursunuzsa, o məqsədlə ki, o kollektivə öyrəşməlidir. Və bunu hansı formada edirsiniz, bu önəmlidir. Yəni, uşağı aparıb bağçaya qoyursunuz, uşaq sizin ətəyinizdən yapışır, getmək istəmirsə, ağlayırsa və siz nə cürsə olsun, nə bilim, tərbiyəçi uşağın diqqətini yayınırsa və mən tez qaçım, sonradan orada öyrəşəcək hər şeyi deyirsinizsə, bu yanlış bir deyimdir. Çünki uşaq ən böyük stresi bax həmin an yaşayır. Separasiyanın ciddi formada pozulması deməkdir. Yəni, burada uşaq hesab edin ki, ölümlə üz-üzə qalır. İraq olsun, belə deyək də. Niyə görə? Çünki uşaq üçün ən böyük qorxu tərk edilmək qorxusudur. O, tanımadığı insanların yanında qəfil qalırsa, tək başına, ananı, atanı görmürsə, o böyük bir qorxu keçirdə bilər. Ki, mən artıq tək qaldım, itdim. Uşaq üçün böyük bir travmadır. Və bunu yaşatmaq deyil, mütləq uşaq cəmiyyətə adaptasiya olacaq. Bunun zərərindən başqa heç bir şey olmayacaq. Amma uşaq var ki, 5 yaşına qədər heç bağça üzü görmür. Amma çox kommunikasiya meyillidir. Niyə görə? Çünki uşaqla ünsiyyəti daimi şəkildə saxlayan valideynlər var. Parka çıxırlar, uşaqlarla oynayarkən uşağa çalışırlar, həmin o şəraitə uyğunlaşdırsınlar. Uşaq heç bağçaya getmir. Amma öz yaşıdları ilə, ətrafda gördükləri hansı bir tanışların, ailələrin, uşaqları ilə ünsiyyət zamanı onlar üçün uyğun bir şərait yaradılır və burada vacib bir şərt deyil ki, uşağı tez bir zamanda məktəbə və yaxud ki, bağçaya aparasan. Ona görə burada əsas bizim valideynlərin üzərinə düşən məsuliyyət həmin o adaptasiya zamanı valideynin öz iştirakının olmasıdır. Bu vacib şərtlərdən biridir. İndi dediyimiz kimi, mən istərdim bir qədər də münasibət modellərinə diqqət yetirək, ailələrdə qoyulan o qaydalar, tətbiq olunan qaydalar hansı formada aparılır və uşaqlara birbaşa nə cür təsir göstərir. Avtoritar münasibət modeli var. Yəqin ki, eşitmişsiniz, bilirsiniz, bəlkə də tətbiq edirsiniz. İndi mən onu da sizdən soruşacağım ki, kimdə hansı davranış modeli daha çox müşahidə olunur. Öz ailənizdə bəlkə də diqqət yetirmişsiniz, bəlkə də bunu doğru hesab edirsiniz, amma yenə də həmin bu davranış modellərində də əgər hər şey normal gedirsə, okey, heç bir problem yoxdur, heç bir sorğu yoxdur. Amma problemlərlə üzləşirsinizsə, burada nəyisə dəyişmək zamanı gəlib çatır demək lazımdır. Çünki avtoritar bu deməkdir ki, sanki burada təkcə valideyn övlad söhbəti deyil. Bu artıq münasibət modelidir. Yəni başqa birini öz qaydalarına tabe etmək. Burada kişi-qadın arasındakı münasibətlərdə də belə bir davranış forması var. Hətta münasibət modeli mən buna deyərdim. İnsanlar çalışırlar ki, öz sözlərinin keçərli olması üçün əlindən gələni etsinlər. Mən dedimsə, bu belə də olmalıdır. Sərt qaydalar nəyə gətirib çıxardır? İnsanlar öz emosiyalarını bildirə bilmirlər. Daha çox hisslərin bastırılmasına gətirib çıxarır. Daha çox susmağa meyilli olurlar. Və bu zaman uşağın təbii ki, hər addım başı nəsə bir səhv etmə qorxusu yaranır. Ki, birdən mən belə etsəm,
bunun cəzası ola bilər. Əgər uşaq bundan qorxursa, deməli məktəb illərində də yalan danışmağa başlayacaq, nəyisə gizlədəcək. Yeniyetməlik dövründə də, bəli, mən onu da qismən də olsa deyəcəm, çünki burada indi hal-hazırda belə deyək də uşaqların hər yaş dövrünə uyğun olaraq davranışa nə cür diqqət yetirmək lazımdır, ona istəyirəm izah edim. Yeniyetməlik dövrünün də bir başqa problemləri var, amma həmin o problemlərin də yaranma səbəbi çox vaxt ailələrdə həmin o davranış modellərinin hansı formada aparılmasına irəli gəlir. Yəni avtoritar ailə modeli varsa, burada biz başa düşməliyik ki, uşağın sirləri də olacaq. Uşağın öz dünyası olacaq ki, harada ki siz o dünyaya daxil ola bilməyəcəksiniz. Uşağın gizli öz keçirdiyi duyğuları olacaq, öz qorxuları olacaq. Nələrisə sizə deməyəcək, nələrisə demək üçün müxtəlif yollar tapacaq. Amma açıq münasibət, səmimi münasibət olmayacaq. Bax, burada təhlükəli məqam da budur ki, əgər açıq, belə deyim, səmimi münasibət yoxdursa, deməli, etibar da yoxdur. Deməli, mən valideynimə etibar etmirəm. Mən başa düşürəm ki, mən təhlükə qarşısında qala bilərəm. Digər bir davranış modelində xaotik bir durum görə bilərik ailə münasibətlərində. Harada ki, sanki bilirsiniz necə, hər özü üçün yaşayır. Sərhədlərin olmaması, bax, belə bunu qələmə verə bilərik. Harada ki, hər şeyə icazə verilir, sanki liberal ailə münasibətidir. Yəni, bizdə problem yoxdur. Amma baxıb görürsən ki, uşaq bütün günü həyətdədir, birinci sinif şagirdidir. Həyətə düşür, qalxır, nəzarətsiz bir halda. Onlar da uşaq deyir, böyüməlidir, həyətdə yıxıla-yıxıla böyüməlidir. Olar. Amma uşaq həyətdə müxtəlif vərdişləri sonradan tətbiq edirsə, öz davranışında. İndi təsəvvür edin ki, sonradan rastlaşdığı nə problemlər olur? Valideynin üsyanı, valideynin cəzası, yəni onun heç bir işinə qarışmıram. Amma bir səhv olursa, o səhvə görə ciddi cəza tətbiq olunacaq. Və burada uşağın özünə nəzarət etməsi problemi yaranacaq. Çünki uşaq öz aləmində əslində bilmir, bu disiplini özü yarada bilməyəcək, əgər yetkin insanlar ona bu işdə dəstək olmasa. Əgər yetkin insan özü öz həyatını doğru bir formada disiplinə sala bilmirsə, təbii ki, uşağına da kömək ola bilməyəcək. Burada ailə münasibətlərində ciddi sərhəd pozuntuları da müşahidə oluna bilər. Çox vaxt deyirlər ki, ailənin sərt sərhədləri olanda, xarici sərhədlərdə heç bir bizim ailəyə müdaxilə edə bilməz. Amma biz öz aramızda sanki bir-birimizdən çox səmimiyik, açığıq, özümüz bilərik nə edirik. Lakin öz daxili şəxsi sərhədlərimizdə pozmuş oluruq. Niyə görə? Çünki burada harada sərhəd nə deməkdir? Harada ki, mənim icazələrim başlayır, mənim belə deyim də xəttim o çərçivə. Digərinin belə deyim sərhədi orada belə deyim. Harada mənim sərhədim bitib, digəri sərhədi başlayır. Belə deyim, biraz qarışdırdım. Yəni biz onu bilmiriksə, burada şəxsiyyət sərhədlərindən də söhbət gedir ki, mənim hisslərim sənin hisslərindən ayrı olmalı. Uşaq artıq bilməyəcək ki, həqiqətən də mən mi bunu istəyirəm, yoxsa mənim anam mı bunu istəyir? Burada bu qarışıqlıq yaranır da belə bir məqamlarda. Ona görə əgər belə bir qarşılıq yaranırsa, mübahisələrin də olması ehtimalı çoxdur da. Harada artıq bu mübahisələr böyük bir konfliktlərə çevrilir. Valideyn deyir ki, sən ora daxil olmalısan, bu instituta getməlisən, sən həkim olmalısan. Uşaq deyir ki, mən həkim olmaq istəmirəm. Belə bir mübahisələr yaşanılır. Ona görə ki, şəxsiyyət sərhədləri pozulub, o disiplin yoxdur, o qaydalar yoxdur, xaotik bir durumdur. Hər şey icazə var, amma müdaxilələr də çoxluq təşkil edir ailələrdə. Olar, amma əgər olarsa, səhv edərsənsə cəzası da olacaq. Bax, belə bir hallar olur da, təəssüflər olsun. Bu xaotik münasibət modeli varsa ailə mühitində belə bir hallar ola bilər. Demokratik, təbii ki, mənim ən sevimli münasibət modelimdir. Ümumiyyətlə, insanların münasibətlərində istər kişi-qadın münasibəti olsun, istər uşaq, valideyn, istər işgüzar mühitdə insanların bir-birinə qarşı münasibətində. Burada mütləq tələblər və dəstək arasında balansı qorumaq imkanı yaranır. Və nə əldə edə bilirik biz bu zaman?
Uşaqda müstəqilliyə, özünə qarşı etibara, güvənə, inama, öz fikrini rahat çəkinmədən deməyə biz şərait yaradırıq. Bu o demək deyil ki, uşaq istədiyini edir. Yox, sadəcə uşaq başa düşür ki, dinlənilir, eşidilir və onun da istəkləri nəzərə alınır. Sən bugün bunu geyinəcəksən, ala geyin demək deyil. Əgər biz başa düşürüksə ki, bugün uşaq misal üçün isti geyinməlidir. Biz demirik ki, sən bugün isti geyinəcəksən. Təbii ki, izah edə bilərik ki, hava soyuqdur. Sən bugün isti geyinməlisən. Uşaq deyəcək ki, mən sənin üçün soyuqdur, mənə istidir axı. Bugün ona istidir, misal üçün da. Və biz bugün başa düşürük ki, uşaq isti geyinəcəksə, biz yenə də ona seçim veririk. 2 dənə isti geyimi götürürük. Göstərir uşağa ki, hansını geymək istəyirsən, bunu yoxsa bunu. Uşaq öz aləmində seçim edir də sanki. Amma hər ikisi uyğun bir şeydir də. Yəni bunu təklif edirik. Bax bu zaman uşaq həqiqətən də öz dəyərini, varlığını ailə həyatında anlayır. Bu təkcə təbii ki, bu uşaqlara aid deyil. Hər bir münasibətdə insanların arasında belə bir harmoniya qorunursa, yəni başqa insanın istəklərinə qarşı bizim münasibətimiz nə cürdürsə, o zaman münasibətlərdə hər zaman sülh məramlıq hökm sürür də. Heç bir zaman konflikt yaranmır, balans olur. Sərhəd qorunur, tələblər aydındır. Bu tələblərə qarşı biz nə edə bilərik? Müzakirə olunur çəkinmədən və bu zaman belə bir rahat şəraitdə uşaq təbii ki, heç nədən çəkinməyəcək, diqqət mərkəzində olmaqdan qorxmayacaq, rahat çıxıb lövhə qarşısında dərsini danışa biləcək, hardasa çıxış da edə biləcək, səhnə qarşısında qorxusu olmayacaq, çünki uşaq özünü ifadə edə bilir. Bu çox vacibdir. Əgər görürsünüzsə ki, uşaq sıxılır, qorxur, çəkinirsə, siz başa düşməlisiniz ki, ailə mühitində nəyisə uşaqda boğmusunuz, nəyisə hansısa hisslərinin yaşanmasına imkan verməmişsiniz. Bax, bu vacib bir məsələdir. Biz uşaqdan nə qədər çox uzaq düşəriksə, yəni mən başa düşürəm, vaxt azlığı olur, hardasa imkan olmur uşaqla daha çox zaman keçirməyə, uşağın maraqlarını bugün paylaşmaq imkanı olmur. Çünki onların maraqları ümumiyyətlə bugün tamam başqa bir istiqamətdədir. Biz bugün görürük ki, texnologiyalar nə qədər sürətlə inkişaf edir. Süni intellekt bugün daha nələr nümayiş etdirir də bizə. Və belə bir mühitdə uşağı bütün bu dünyadan məhrum etmək, gizlətmək nə dərəcədə doğrudur? Bu artıq hesab edin ki, həyatın tempindən geridə qalmış bir insan olacaq. Əgər biz uşağa bugün telefonu alırıqsa, əlindən vermiriksə və sabah biz başa düşürüksə ki, bu kompüterdə imtahan verəcək, BSO-nun imtahanını verəcək. Belə təcrübədə rastlaşdığımız situasiyalar oldu. Misal üçün, mənim övladım biz imkan verdi, hər uşağımın öz telefonu var. Öz oyunları var. Baxın, açıq deyəcəm, səmimi deyəcəm. Onlar oynayırlar. Robloxda oynayırlar bugün, Minecraftda oynayırlar və bilirlər orada təhlükəli məqamlar nədir, hansı oyunlar misal üçün təhlükəli sayılır, hansı oyunlar, bax bugün ona görə bu misalı çəkdim ki, bu personajlardır, bu uşaqlar hansısa bir ola bilər ki, qorxunç bir filmlərə də baxsınlar, amma o filmlərə qarşı bugün onların münasibəti nə cürdür, biz onu bilirik. Əgər mən uşağımla bugün onunla birgə oyun oynayıramsa, mən oyun zamanı başa düşürəm ki, bu uşağım bax bu oyunda nə edir və mən bundan xəbərdaram. Mən nəzarətdə saxlayıram uşaqlar. Bir var ki, sən heç bilmirsən uşağın telefonda nə oyunlar oynayır. Və sən sonradan başa düşürsən ki, vay mən nə etdim? Mən telefonları uşağın əlindən almalıyam. Kompüter olmaz. Və sən sabah başa düşürsən ki, bu saat tədris sistemi də bu texnologiyaların üzərində qurulub. Uşaq bu yeniliklərdən məhrum olmamalıdır. Klaviaturada sürətli nəyisə yazmalıdır, mətni yığmalıdır. Bugün ona görə deyirəm, mənim uşaqlarım bu oyunları mənimlə bərabər oynayıb və mən oradakı oyunlardan da məlumatlıyam, mən də, atası da və bugün rahat özünə, misal üçün, qeydiyyatdan da keçirdə bilir, heç problem yoxdur. ChatGPT ilə yazışır, öz şəklini nəyisə kəsə də bilir, YouTube-a video montaj edir, özü də yüklüyor. Bunlar ibtidai sinif şagirdidir hələ. Mənim o kiçik oğlum ümumiyyətlə 8 yaşı var da. Amma elə bir, misal üçün, QR kodlarla elə bir qeydiyyat aparır ki, atası isə bunu necə elədir? Sən demə, oturub özü YouTube-da baxıb, nəyi necə etmək lazım, bunu edə bilir. Çünki bu saat biz bunu, belə deyim də,
Həyatın bu tempini tutmaq üçün uşaqları bu vəziyyətdən uzaq tutmamalıyıq. Uşaq inkişaf edirsə bu mühitdə, bu belə deyim, bu dövrdə onun üçün bu şəraiti yaratmalıyıq və çalışmalıyıq dəstək olmağa. Amma nəzarət çərçivəsində, bax bu çox ciddi bir siqnaldır. Nəzarətsiz qəti şəkildə uşağı buraxmaq olmaz. Nə telefonun içində, nə telefondan kənar. Və biz başa nəzarət nə deməkdir? Güdmək deyil, müdaxilə etmək deyil, sərhədlərini pozmaq deyil. Bu deməkdir ki, mən bilirəm uşaq həyətdə kiminlə oynayır. Mən bilirəm o telefonda hansı işləri görür və mən bilirəm uşaq gördüyü qarşısında baş vermiş hadisələrə nə cür münasibət bəsləyəcək. Bax, bu ən vacib bir məsələdir. Xoşagəlməz hal da ola bilər. Uşaq elə bir uşaqla rastlaşa bilər ki, onun davranışında ciddi problemlər var. Uşaq yalancıdır. Misal üçün də həyətdə elə bir uşaqla hərə bir ailədən çıxır da. Biz axı uşağı belə deyim də kupulda saxlaya bilmərik axı, gizli bir yerdə saxlaya bilmərik. Uşaq istərseniz həyata adaptasiya olmalıdır da. Amma uşağı biz izah edə bilərik. Yaxşı nədir, pis nədir? Uşaq bunu ayırt edə bilirsə, deməli rahat şəkildə bütün vəziyyətlərdə, situasiyalarda öz belə deyim də düşüncəsində doğru bir seçim edə biləcək. Və burada əgər söhbət asılılıqdan gedirsə, misal üçün telefon asıllığından söhbət gedirsə, biz başa düşməliyik ki, asılılığa meyilli olan insanlar var. Və burada söhbət telefon problemi deyil. Əgər asılılığa meyillik varsa, burada uşaq böyüyəndə, misal üçün də içkiyə də asıla düşə bilər, kafeinə də asılı düşə bilər, misal üçün də başqa digər maddələrdən də asılı bir vəziyyətə, oyunlardan asılı bir vəziyyətə düşə bilər. Amma bu asılılığa meyillik niyə görə yaranır? Ailə mühitində problemlər varsa, ciddi destruktiv bir münasibətlər varsa, söhbətlər, gərginliklər, yalanlar, nə bilim, şiddət varsa ailə həyatında, uşaq bu mühitdə böyüyürsə və sonra onun əlinə telefonu alırsa, təbii ki, ciddi bir siqnaldır. Təbii ki, qorxuludur. Əlbəttə, ondansa hələ ki, telefon ona verilməsin. Aha. Ondansa telefon hələ doğrudan da onun əlinə verilməsin, ailədəki problemlər düzəlsin. Bax, bu vacibdir. Ondan sonra uşaq həqiqətən də bu sağlam, rahat bir mühitdə özü doğru seçimləri edə biləcək. Yəni, müstəqil düşünmə tərzini uşaqda yaratmaq lazımdır. Biz uşağın yerinə düşünə bilmərik. Biz uşağa şərait yaratmalıyıq ki, özü seçə bilsin və izah edəməliyik ki, sənin bax bu seçim nəyə gətirib çıxaracaq? Bu seçim nəyə gətirib çıxaracaq? Bu izahı ona verməliyik. Və vacib bir, ona görə hər şey söhbət əsnasında yaranır da. Burada qızıl qaydaları götürürsən, yəni sən sanki götürüb tətbiq etmək deyil. Sən sadəcə uşağın həyatında iştirak etməlisən ki, onun düşüncəsini yavaş-yavaş müşahidə edəsən ki, uşaq bu vəziyyətdə nə düşündü? O nə fikirləşdi? Mən bilməliyəm o nə fikirləşdi ki, qəfil əgər yanlış formada düşünürsə, mən onu doğru bir istiqamətə gətirə bilim. Ona görə imkan daxilində uşaqlarla daha çox vaxt, zaman keçirmək lazımdır. Uşaq həyətə düşürsə, uşaqla birgə əylənmək, yəni burada o demək deyil ki, uşaq hər zaman üzərində nəzarəti hiss etsin. Yox, mən də əylənirəm, mən də istirahət edirəm, amma mən ən azından başa düşürəm ki, sən indi yavaş-yavaş öyrəşirsənmi bu duruma, bu ümumiyyətlə də bu müddət, yoxsa yox, yoxsa nədənsə çəkinirsən, narahatsan. Bizdə misal mənim böyük oğlum bir dəfə yıxılmışdı, birinci sinifində qolunu qırmışdı. Onda qorxu var idi, qorxu qalmışdı canında. Ancaq oynanışına görə bilirəm, o da müzakirə edərik. Bəli, burada söhbət yaş kriteriyası deyil də, baxır nə üçün tətbiq olunur, nə üçün verilir və hansı formada verilir. Təbii ki, qrafik, disiplin, bu nəzarət olmaqla razılaşdırılmış formada olarsa mümkündür. Bəli, mən dediyim kimi, oğlum əlini qırmışdı və qorxu içində qalmışdı. Və biz başa düşürdük ki, bu uşaq hər şeydən qorxa bilər. O qorxunu yavaş-yavaş tədricən canından çıxartmaq lazımdır. Ona görə maksimum nəzarəti böyüyün üstündə daha çox edirdik ki, harada oynayacaq, necə oynayacaq, nə cür özünü aparır, qorxurmu, yoxsa əgər qorxursa dərhal ona güvən vermək lazımdır o məqamlarda. Və bu zaman razılaşdırılmış forma, indi ona gəlib çatacaq mütləq. Əsaslı problemlərə mən toxunum bugün üçün. Və sonra sizin indi mesajları da görürəm. Xanımlar yazırlar, lütfən. Deməli,
10 yaşına görə bilmirəm. Təbii ki, ola bilər. Yəni bu artıq sizin siz bunu daha yaxşı bilərsiniz. Hansı yaşda? Çünki dediyim kimi də uşaqlar fərqli olur, fərqli cür düşünürlər və siz onun müşahidə əsasında başa düşməlisiniz ki, uşaq nə zaman hazır olacaq prosesləri tətbiq etməyə. Və indi cəza və mükafat məsələsinə də qayıdacağam. Nə cür etmək lazımdır ki, ən azından valideynin avtoriteti itməsin. Çox vacib bir şərtlərdən biridir. Əgər sən uşaqla belə deyim də, analar bacı kimi yanaşırlarsa, rəfiqə kimi yanaşırlarsa, sabah ananın dediyi sözün kəsəri də olmayacaq, aydın məsələdir. Sabah ananın sanki anaya bunu etmək olar kimi fikir formalaşa bilər. Ona görə bu avtoriteti qorumaq şərti ilə, yəni ki, mən bunu deməyə əsasım var, ona görə ki, mənim həyat təcrübəm var, ona görə mən sənə bunu izah edirəm, amma sən səhv də edə bilərsən, bu sənin yaşına uyğun, xas olan bir hərəkət ola bilər, səhvin üzərində öyrənə də bilərsən, amma biz gəl birlikdə elə edək ki, bu səhvlər olmasın. Yəni, bu formada liberal yanaşaraq nəyisə nail olmaq daha asandır. Nəinki güc bahasına, dediyim kimi. O zaman məsuliyyət də olur, insanın öz seçimi də yavaş-yavaş formalaşır. Misal üçün, birinci sinifdə uşaqlar bizdə hələ məktəbə təzə-təzə gedəndə yadıma gəlir ki, müəllimə yazırdı ki, nəsə oxumur, şeiri öyrənmir, eləmir, eləmir, yoxdur. Bu hələlik öyrənməsin, mən evdə onu məcbur etmək istəmirəm. Çünki mən məcbur etsəm, sabah ümumiyyətlə hər şey güc bahasına olacaq. O özü məsuliyyəti dərk etməlidir. Bir dəfə, iki dəfə rəqabət hissi formalaşmalıdır uşaqda ki, başqası getdi, durdu, yaxşı dedi şeiri. Amma mən nə üçün gələ bilməyəm axı? Mən də demək istəyirəm şeiri yaxşı. Yəni, uşaq özü bunu istəməlidir, o istək formalaşmalıdır içəridə. Ona görə biz çalışırıq üzərinə getməmək, amma kömək edə bilərdik. Bax, nə vaxt istəsən şeiri öyrənmək, dedim o vaxtdan Roşmilə. Nə vaxt istəyirsən öyrənmək, xəbər elə, mən sənə kömək edə bilərəm. Bax, yəni bu formada. Qoy getsin 2 alsın. Heç nə olmaz. Məktəbdə bugün sizin yanınıza gəlir, neçənci sinifdə neçə almışsınız, hansı fəndən qiymətli. Bu gün valideynlərin ən böyük təşvişi budur. Birdən mənim uşağım dərsdən geri qalar, qiymətləri aşağı düşər. Düşsün də aşağı qiymətləri. Nə olacaq? Nə böyük bir problem olacaq? Əsas sonra məktəbdən sonra hansı istiqamətdə oxumaq istəyir, o istiqamətə özünün meyli atmalıdır. Amma indi mən görürəm ki, bəzən elə həddə gətirib çıxardırlar ki, ailələrdə uşaq gəlir artıq 16 yaşına, heç bilmir hansı sahə üzrə getsin, harada oxusun, ali təhsilini harada alsın, qalıb qeyri-müəyyənlik içində və onun yerinə qərar verir ata-ana. Uşaq da bilmir neynəsin. Həyəcanı təşvişdə ata-ana keçirdir, uşaq da qorxu içindəki birdən mən valideynlərimin ümidlərini doğrultmaram. Bax, belə bir problemlər yaranır. İndi baxaq, uşaq-valideyn münasibətlərində bugün üçün, bax, dediyim kimi, əsas problemlər nədir? Birincisi, o vaxt çatışmazlığı dediyimiz kimi var. Olur ki, valideynlər yəni bu ünsiyyətlə, uşağı ünsiyyətə çağırmaq üçün bir qədər ciddi çətinliklər çəkirlər. Çünki çox vaxt evdə olmurlar, axşam saatları gəlir, uşaq dərslərini oxumalıdır, falan belə hallar baş verir. Amma burada çıxış yolu kimi mən belə deyim, tövsiyə edərdim ki, hər gün axşam yatmazdan öncə mütləq ən azından heç olmasa yarım saat uşaqla söhbət etmək. Bax, bu söhbətin uşağa çox vaxt ehtiyacı var və bu söhbət elə bir söhbət olmamalıdır. Nə oldu, neynədir məktəbdə? Deyəndə danladılar səni, yoxsa nə baş verdi? Sən necə hiss etmirsən özünü məktəbdə? Sənə necə xoş olubmu bugün, yoxsa yox? Və nə xoş olar sənə? Yəni, bax, bu istiqamətdə danışıq daha çox getməlidir. Misal üçün, əgər uşaqlar sizdə kiçik yaşdadırsa, misal üçün də, əgər 3-5 yaş arasındadılarsa, o zaman onlara hansı bir nağılları oxumaq olar. İndi təsəvvür edin ki, mən balaca olanda, bax, üst təcrübəmdən bilirsə, 5 yaşım var idi, mənim nənəm mənə tülkünün nağıllarını danışardı. Tülkü belə getdi, tülkü məktəbdə, tülkü nə bilim, parkda, qırmızı şlyapada, belə müxtəlif nağıllar mənə üçün uydurardı. Tom and Jerry kimi, amma tülkünün simasında da. Mən də bir maraqla dinləyirdim. Həqiqətən də o dövrün uşaqları dediyim kimi biz başqa cür idik də. İndiki uşaqlara başqa cür yanaşdıq. Amma o vaxt üçün mən bu nağıllara qulaq asır, özündən uydurardı, danışardı. Yavaş-yavaş yuxu tutardı, o deyir, nə oldu? Amma indi o təməl,
o vaxtki mənim düşüncəmdə oturuşmuş fikirlər Türkiyə ilə bağlı bu gün elə bir zamana gəlib çatdı ki, mən artıq o personajı, eşitdiyim, yadımda qalan həmin o faktları yavaş-yavaş özümdə nağıllara çevirirəm, öz uşaqlarıma bunu çatdırıram, amma bir başqa formada artıq. Uşaqlara sadə nağıl danışmaq indi bir qədər darıxdırıcı gələ bilər. Bunu nəzərə alaq, sürət bir başqadır. Uşaqlarda artıq ümumiyyətlə həyatın ritmi, tempi artıb, hər şey sürətli gedir. İndi Sovet dövrünün film multiklarını qoysanız uşaqların qarşısına, görəcəksiniz 2 dəqiqəyə onlar darıxırlar, ürəkləri sıxılır. Çünki onlar daha çox dinamik həyat istəyirlər, bir qədər rəngarəng görüntü istəyirlər. Bax, bu onların içlərində tələbat budur da. Biz onları məcbur edə bilmərik ki, otur, statik bir şəklə bax və o şəklə uyğunda, indi sən burada çox belə deyim də, anlamlı bir məntiqli bir fikir alacaqsan. Yox, biz onları məcbur buna edə bilmərik. Deməli, onlara uyğun tərzdə bunu edə bilərik. Nə isə, deməli, bunun üçün mən bir animasiyalar təşkil edirəm, məsələn, bu başqa bir mövzudur, onu elə açıqlamaq istəmirəm. Amma bu istiqamətdə mənim həyatımda da bu nağılların belə bir rolu olub və bugün mən də uşaqlara bu məlumatları ötürəndə onlar öz aləmlərində başqa səhnələr qururlar və o səhnələri indi bir başqa cür istifadə edirlər, tətbiq edirlər. Yəni bunlar hamısı ötürülmüş bir proseslərdir. Biz indi çalışmalıyıq ki, yaxşı bir prosesləri, bax, burada yazılıb nəsil münaqişələri nə deməkdir? Bu deməkdir ki, haradasa ailə dəyərləri, ailədəki o stereotip bir fikirlər, inanclar bir təməl olaraq nə cür formalaşırsa, uşaqların da artıq düşüncə tərzinə ötürüşmüş bir fikirlərdir. Əgər ailədə hər zaman hər kəs hər şeydən gileylənirsə, hər şey şikayətlənirsə, uşaqlar bunu eşidir və uşaqların da buna meyli artır. Hər zaman hər şeydən narazı olmaq. Yəni bunlar ötürülmüş bir proseslərdir və bugünün ciddi bir problemləridir, müşahidə olunan bir problemlərdir da ki, bəzi ailələrdə vaxt çatışmazlığıyla yaranmış problemlər olur, digər ailələrdə xoşagəlməz misal üçün də münaqişələr nəticəsində yaranmış xüsusi bir təfəkkür forması, hansı ki, uşaqların beyninə yeridilir, onlar bunun daşıyıcısıdırlar ki, belə olmalıdır, bunu eləmək olar, bunu olmaz və uşaqlar bununla böyüyürlər və heç bir nəticə də əldə etmirlər. Gözləntilər, misal üçün, hər hansısa bir uşaqla əlaqəli yaranmış gözləntilər belə yüksək aspektdə, yüksək kriteriyalara əsaslanırsa, biz deyirik ki, sən bunu etməlisən. Çünki sən bu ailənin oğlusan, bu ailənin qızısan və bu artıq çiyninə yüklənilmiş bir yük nəyə gətirir çıxardır? Uşaqlarda təşviş və həyəcanlı olmağa. Səs yoxdur. Üzr istəyirəm, burada kimsə mənim səsimi eşidirsə, yox, səs bağlı deyil, açıqdır. Zəhmət olmasa, digərləri mənə eşidirsinizsə, bir plus yazın. Əgər eşitmirsinizsə, deməli, var səs, okey. Yox, Zoom'da var, hə, var. Təşəkkür edirəm. Onda sizin cihazınızda yəqin ki, problem var. Diqqət yetirərsiniz. Dediyimiz kimi, bax, bu yüksək tələblər qoyulanda uşağın qarşısına, bu zamanda stres yaşanılır və həddindən artıq uşağa bəzən özgüvən verilir. Sən bunu bacaracaqsan, başqa yolu yoxdur. Səndə alınacaq, mən heç də bilməm, ola bilməz. Sən bu qədər hazırlaşmışsan, bu qədər sənin belə beynin var, sən gör kimi uşaqsan, sən 100% alınacaq. Bax, bu yüksək tələblərin qoyulması nəyə gətirib çıxarsan ki, alternativ bir variant yoxdur. Yalnız bu variant var. Mən bunu etməliyəm və salam. Və bu zaman uşaqlarda yüksək stres, həyəcan, təşviş, bax, həmin o imtahanların qarşısında olan o qorxu, bu hisslər ola bilər. Ona görə, əgər siz hiss edirsinizsə ki, uşağınız həddindən artıq təşvişlidir, narahatdır, mütləq onun səbəblərini birincisi aydınlaşdırmaq lazımdır. Burada psixoloji yanaşma, psixoloji dəstək almaq təbii ki, olar. Amma siz özünüz araşdırmalısınız ki, əgər bunu özünüz tək başına edə bilmirsinizsə, təbii ki, ailə diaqnostikasına, ailə terapiyasına müraciət edə bilərsiniz. Çünki uşaqla birlikdə, uşaq məsəl üçün tək başına konsultasiyaya gəlsə, ki, onun uşağın belə bir içində narahatlığı var, qorxusu var, uşaq ola bilər ki, gəlsin, mütəxəssisə yalan da danışsın.
tam danışması, nəysə gizləsin, ümumiyyətlə mütəxəssisə etibar etməsi üçün bir qədər zaman tələb olunur. Bir müddət mütəxəssis o etibarı qazanmalıdır ki, sən bilməlisən ki, bizdə hər şey belə deyim də rahatdır, rahat danışmalısın, mən heç nəyə anaya çatdırmıram, biz öz aramızda tam səmimi danışmalıyıq, sən qorxudan nələr var. Yəni, bu bir qədər vaxt aparır. Amma əgər problem dediyiniz həmin o ailə mühitində yaranmış, yəni onun səbəbləri araşdıranda biz başa düşərik ki, ailə mühitində yaranmış problemlərə bağlıdır. Bunlar birgə ailə terapiyası formasında diaqnostikadan keçirilməlidir ki, insanlar özləri danışaraq başa düşsünlər ki, yəni insanın bu cür davranışı hal-hazırda ailədə belə bir mühiti yaradır. Və sən demə, mən qışqırıb deyəndə ki, bizdə hər şey alınacaq, misal üçün, yüksək tonla deyəndə, uşaq bunu təhdid kimi qəbul edir. Ata deyəndə ki, sən bunu eləməsən səni öldürərəm, ata təbii ki, uşağını öldürməyəcək. Amma uşaq bunu birbaşa öldürmək kimi başa düşür, qorxu içində yaşayır. Yəni, bunlar elə bir ki, kommunikasiyanın pozulması deməkdir də. Mən başqa şey demək istəyirəm, başqa sözlərlə deyirəm. Amma uşağa mənim əsas dediyim məntiq çatmır. Uşaq öz aləmində tamamilə başqa bir şey düşünür. Ona görə beynində artıq o səhnələri canlandırır, onun kabusunu yaşayır və beləcə də ailədən uzaqlaşır. Özü qərar verir bu vəziyyətdən nə cür çıxa bilər. Və bugün özünüz görürsünüz cəmiyyətdə hal-hazırda hansı təhlükələr var yeniyetmələr üçün, uşaqlar üçün. Və burada kimisə bu saat səbəbkarı tapmaq, kimisə günahlandırmaq, bunun heç bir belə deyim, mənası olmayacaq. Son bir neçə müddət bundan əvvəldə baş verilməz o faciə nəticəsində də özünüz gördünüz, mən oxuyurdum o rəylərdə ki, hərə bir söz yazırdı. Amma biz başa düşürük ki, bu uşaq, bu yeniyetmə, o da bir ailənin övladıdır da, o da bir ananın uşağıdır, o da bir qurbandır əslində. O, bu vəziyyətin qurbanıdır ki, ailədə bu uşaqla əlaqə etmişdir. Bax, valideynlər bilmirdilər ki, uşağın dünyasında nə baş verir. Burada problem hansısa oyunda deyil. Burada problem odur ki, uşaq problemlərini valideynlərlə çözə bilmədiyi üçün ailədə yaranmış onun təəssüratı, vəziyyətlərlə əlaqəli onun öz beynində yaratdılmış hansı bir xülyalar, hansı bir təsvirlər, düşüncə tərzi bugün onun o oyunlarında, oynadığı oyunlarda öz əksini tapır. O uşaq belə bir qənaətə gəlib. Yəni, uşağın həyatından uzaq düşmüş valideynlər sonradan bu acı nəticə ilə də üzləşə bilərlər. O baxımdan bu valideyn uşaq arasında olan kontakt ciddi nəzarət altında olmalıdır ki, nə dərəcədə mən uşağımın həyatına bugün müdaxilə edə bilərəm. Bu müdaxilə doğru və sağlam bir formada olmalıdır. Və indi gəlib çataq dediyimiz həmin o təlimata, harada ki, mən istərdim ki, siz ona əsaslanaraq münasibətləri qurmağa başlayasınız. Əgər hər hansı bir problemlər varsa, praktiki cəhətdən indi sorğu-sual da edərik. Aktiv dinləmə nə deməkdir? Burada qarşılıqlı, etibarlı bir münasibəti formalaşdırmaq üçün aktiv dinləmə o deməkdir ki, biz uşağı elə-belə dinləmirik. Yəni, uşağın dedikləri sözdən nəsə bir nəticə çıxararaq ona bir geri dönüş etməliyik. Yəni, onun hansı bir səhv düşüncəsi olarsa belə, nə isə doğru etmərsə belə, misal üçün, nədəsə çəkinərsə belə, hətta onun danışığında görsək ki, qorxur, çəkinir, dərhal onun bu reaksiyasına uyğun bir yanaşma etməli. Yəni, onun həyatında birbaşa iştirak etmək, bu bizim birinci vacib şərtlərimizdən biridir. Olur bəzən, uşaq özü ünsiyyətə meyillidir, daim sizdən aktiv dinləmək istəyir. Hər dəfə yaxınlaşır, deyir, ana, 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 ana. Bunu nə cür etmək olar ki, misal üçün, bax, mən şəxsən bunu bugünə qədər praktikada tətbiq etmişəm və artıq buna ehtiyac yoxdur. Bəzi hallarda görürəm ki, gəlir, Roşka əlini sıxır. Bu, bizim aramızda belə bir kodlu, belə deyim, danışıq idi. Mən dedim ki, bax, mən bəzən olur ki, başım qarşılı olar, telefonla danışıram, kimlənsə danışıram, sən gəlib deyəndə ki, mama, 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 mən qalıram
pis vəziyyətdə. Çünki həmin an mən başqa insana danışıram. Başa düşürəm sənin üçün bu indi vacibdir. Yəni bu sənə indi vacibdir, amma mənim bilməm üçün yaxşı olar ki, gəl bir mənim 2 dəfə əlimi sıx. Mən biləcəm ki, sən gözləyirsən, gözləmədəsən. Mən sənə geri dönüş edəcəm. Bax, bir dənə bu praktikanı uşaqla tətbiq edin, əziz analar. Bax, kim də məni izləyirsə, əgər bu problemlə üzləşirsə, var aramızda elə biriləri ki, uşaq gəlir, siz danışan vaxtı gəlir, sizin sözünüzü kəsmək istəyir. Çox tez-tez rastlaşan bir problemdir. Uşaqla bu praktikanı tətbiq edin, görün, nəticə görəcəksiniz yoxsa yox. Çünki uşaq həqiqətən də bunu oyun kimi artıq qarşılayır. Kəndə maraqlı gəlib anamdan 2 dəfə əlini sıxacam. Mən də geri dönüş olaraq onun əlini sıxıramsa, deməli gözlə məni, gözlə, bildim. Uşaq gözləyəcək, nə qışqırıq olacaq, nə birbaşa bir təzyiq. Çünki bizim nə cür özümüzü aparmaqdırsa, uşaq üçün bir nümunədir. Uşaq nə isə vurur, sındırırsa, bir görürsən, vay, get o tərəfə, sən neylədin? Valideyn belə bir reaksiya göstərirsə, biz artıq uşağa nümayiş etdiririk ki, bu cür qışqırmaq olar, bu cür impulsiv reaksiya göstərmək olar. Və uşaq da sabah nə isə itəndə, nə isə düz getməyəndə qışqıracaq. Bu nədir baxı mənim qarşısında? Çünki o bunu görür. O baxımdan biz uşağa bir nümunəvi bir davranış göstərməliyik. Birlikdə keçirilən vaxtlar, bu da vacib bir məsələlərdən biridir. Ümumiyyətlə, ailə münasibətlərində təəssüflər olsun ki, birgə məşğuliyyətlər bir ritual xarakterli keçirilmir. Bu, əslində, ailə mühitini, ailənin bir-birinə qarşı olan emosional bağlılığını gücləndirir, artırır. Yəni, siz bir yerdə hansı məşğuliyyətləri birgə keçirirsiniz? Nə cür istirahət edirsiniz bir yerdə ümumiyyətlə? Axşam vaxtı hər kəs bir masa arxasına bir yerdəmi yığışır? Şam yeməyi birlikdə edərkən nə barədə danışırsınız? Gündəlik xoşagəlməz hadisələri, xəbərlərdə göstərilən o hadisələri mi müzakirə edirsiniz? Ümumiyyətlə, uşağın yanında deyilən hər bir informasiyaya diqqət yetirmək lazımdır. Mənim yadıma gəlir ki, bax, mən klaustrofobiyada uzun müddət əziyyət çəkirdim. Və böyük başa çatandan sonra başa düşdüm ki, o klaustrofobiyanın səbəbi nə ilə bağlı idi. O vaxt metroda baş verən faciədə, mən 5 yaşım var idi da, İndiyəcəksiniz ki, Samir ancaq 5 yaşında olan hadisələri xatırlayır. Çünki həqiqətən də 5 yaşından etibarən bizim belə deyim də, təfəkkürümüzdə xüsusi bir hadisələr hər hansı bir təsir göstərmiş olur da, həyatla bağlı, özümüzlə bağlı fikirlərə təsir etmiş olur. Və o vaxtlar mənim qarşımda oturub danışanda ki, onlar orada necə boğuldular, necə düzdür, necə... Mən onda onu öz beynimdə təsəvvür etdim və çox boğuldum. Və sonradan doğrudan da metroya hər dəfə daxil olanda o sıxıntını, o qorxunu yaşayırdım ki, sanki nəfəsim kəsilir. Amma dözürdüm, içində sıxırdım o problemi. Amma təbii ki, nə vaxt azad oldum, qismən də olsa bu problemlə, ailə həyatı qurandan sonra bizim doktorumuz, əziz, dəyərli Kənan Rəhimov bu qorxunu məndən çıxartdı təbii ki. Hətta onunla balayında akvalangla okeanın dibinə qədər etdim. Bunu bacardım. Yəni, demək istədiyim odur ki, spesifik fobiyalardan qurtulmaq olar təbii ki, amma çalışaq ki, uşaqların bu kimi hallarla üzləşməməsi üçün maksimum onları qorumağa nail olaq da. Yəni, çalışaq onların yanında o xoşagəlməz hadisələri nə cür dilə gətirib, nə cür o. Demək olar, informasiya çata bilər, amma bunu nə cür biz ifadə edirik, nə cür çatdırırıq, onu belə deyim, mütləq nəzarətlə saxlamaq lazım olacaq. Və təbii ki, emosionallıq barədə də mən danışmışdım sizə ki, yəni həssaslıq çox vacib bir məsələdir ki, uşağın hisslərinə qəbul etmək. Yəni, uşaq ağlayırsa, onu susturmaq, qışqırmaq deyil, onun ağlamağına belə deyim, normal qəbul etmək. Bir var ki, sən ümumiyyətlə, uşaq əgər isterika yaradırsa, qışqırırsa, ağlayırsa, bu isterik bir səhnə nümayiş etdirirsə ki, sanki öz istədiyini əldə etmək üçün və siz ona heç diqqət yetirmirsinizsə, bu, misal üçün, Avropalılarda var da belə bir davranış ki, heç vecinə də alırlar, baxırlar o tərəf, bu tərəfə. Uşaq ağlayır yerdə. Bu bir qədər, o qədər də xoşagəlməz bir davranışdır. Çünki uşaq özünə qarşı olan o dəyərsizliyi sanki bir nümunə kimi götürür də. Sanki mən heç kiməm öz valideyn üçün. Mənim hisslərim heç önəmli deyil.
Belə hallar müşahidə olmasın deyənə çalışmaq lazımdır ki, tamam, yəni sən müdaxiləsən, mən səni başa düşürəm, çox çətindir, bu o qədər də yaxşı deyil. Amma mən sənin üçün başqa nə edə bilərəm? Bunu edə bilməsə, yəni qucaqlamaq, əlindən tutmaq, bir müddət işi əlində dayandırmaq, gözlərinə baxmaq, imkan vermək ki, uşaq bu hissləri yaşaya bilsin. Və o zaman uşağın valideyninə qarşı etibarı da olur. Ondan artıq o çəkinmək, qorxmaq ki, birdən indi mənim üzərimə gəlib mənim biraz daha şiddət göstərilə bilər. Bu kimi halları yaşamayacaq. Yəni bu emosional bağlılığı bir qədər də gücləndirə bilər. Başqa nə deyəcəydim sizə? Adası qeydlərim var idi. Hə, ən vacib demək istədiyim əsas məsələ razılaşdırılmaq, yəni razılaşmaq uşaqla. Bax, uşaq bilirsiniz ki, misal üçün dərsi oxumaq istəmir və yaxud da ki, siz qaydalar tətbiq edirsiniz və deyirsiniz ki, bu qaydalara bütün ailəvi biz artıq nəzarət etməliyik də. Hamımız imza atırıq, razılaşırıq ki, belə ailəmizdə qaydalar var. Misal, uşaq həyətə düşürsə, saat 5-də müddət evdə olmalıdır. Bu bizim qaydalarımızdır. Dərsdən uzaq olur. Bax, elə dərsdən uzaq olmağı da deyəcəm. Uşaq başa düşürsünüz ki, ev tapşırığını eləmir. Bu hələ ki, məsuliyyətsizliyin göstəricisidir də. Uşaq hələ məsuliyyəti dərk etmir. Və biz ona desək ki, sən məsuliyyətli olmalısan. Okey də, ana da deyir. Amma o bunu daxilən hiss etmir. Bu ehtiyacı içində hələ yaşatmır. Biz nə edə bilərik? Mütləq cəzalar tətbiq olunmalıdır. Bunsuz mümkün deyil. Heç cürə uşaqla, yəni uşaqlıq da eləmək olmaz. Aydın məsələdir, uşaqdan küsəcəksinizsə, danışmayacaqsa, düşəcəksiniz uşağın səviyyəsinə. Mən səni danışdırmam, söyləyim sapatı, çıx get oradan. Get. Məni bir də ananı dindirmə. Biz belə deyirsə, biz də onun kimi uşaq. Aydın məsələdir. Çünki küsmək, ağlamaq, bu uşaqlıq əlamətidir. Uşaqlara xas olan bir davranışdır. Onları olar əslində. Biz yetkin insanlara belə bir davranış göstərmək olmaz. Biz onlara başqa cür davranış göstərməliyik. Biz onlara deyə bilərik ki, uşaqlara, yəni bu cür özünə aparan uşaqlara deyə bilərik ki, bax, əgər sən belə edəcəksən ki, biz avtoritetiyik, bax, avtoritetimizi qoruyuruq. Sən əgər belə edəcəksənsə, vecinə almayacaqsansa, mütləq bir cəza olmalıdır. Cəzasız mümkün deyil. Hər kəs gördüyü işin cəzasını almalıdır. Mən də səhv eləsəm cəza alacağam, sən də səhv eləsən cəza alacaqsan. Nə cür cəza sənə pis təsir edə bilər? Nəyi sənin əlindən alsam, nədənsə səni məhrum etsəm, bax, bu cəzanı gəl birgə təyin edək. Bunu bir oyun formasında da edə bilərsiniz ki, uşaq üçün bu maraqlı olsun, əyləncəli olsun. Misal üçün, bizdə Roşka, Mika buna hər zaman maraqlı yanaşırlar ki, bugün mənim də telefonum əlimdən alına bilər. Telefonda heç də maraqlı yoxdur mənim üçün bugün. Yəni, özləri deyirlər. Əslində, onlara maraqlı olmayan yox. Maraqlı olan nədirsə, bax, onu tapırıq, dillərindən alırıq. Deyir ki, hə, bax, budur. Hər dəfə bu cəzanın, belə deyim, dərəcəsi də arta bilər. Bir günlük ola bilər, bir həftəlik ola bilər, bax, ağır cəza bir aylıq ola bilər. Yəni, biz bunu ediriksə, mütləq də tətbiq etməliyik. Amma uşaq mükafatı da bilməlidir ki, olacaq. Yəni, sən əgər mənim dediyim, bax, bu şərtlərə uyğunlaşsan, bunu etsən, riayət eləsən, mükafat da olacaq. Mükafatı da öncə razılaşdırmalıyıq. Bax, cəza da öncə razılaşdırılmalıdır. Bu vacibdir ya. Mən gedər cəza verəcəm, özü bilərəm, yox. O işləməyəcək istədiyim. Razılaşdırılmış formada uşağın özünün, belə deyim də, şərti olaraq imza atdığı bir müqavilə uyğun hərəkət olmalıdır ki, uşaq artıq bilir, nədən məhrum oluna bilər. Və artıq içində o məsuliyyət yaranır, əgər istəmirsə bunu itirmək. O özü qərar verəcək. Bizim üçün problem deyil. Bax, biz heç nə itirmirik. Bu sənin seçimindir. Sən bunu belə, sən dərsini hazırlaşmasan, sabah getsən, bu sənin seçimindir. Edə bilərsən. Et. Bu mənim dərsim deyil. Sən sabah aşağı qiymət alacaqsan, ala da bilərsən. Buna görə sənə qarşı mənim münasibətim deyil. Mən onsuz da səni sevirəm. Sən onsuz da mənim əziz balamsan. Amma bizim razılaşdığımız cəza var. Bax, ona hazırsan.
Hazırsansa, okey. Yəni bu uşaq özü beynində formalaşdırır, seçim veririk uşağa. Seçim veririk. Məsuliyyətli olmaq, yoxsa məsuliyyətsiz olmaq seçimi veririk. Və uşaq təbii ki, artıq maraqlarını qorumaq üçün bunun məsuliyyətini daşımaq istəyəcək. Yəni bax bu çox vacib bir məsələdir. Keçən dəfə bir sosial şəbəkədə bir qadın əməli vaxtı video çəkmişdi. Necə onun övladı onun üzünə qarşı durur, kobud danışır onunla və ana deyir ki, bu artıq birinci dəfə deyil. Çox tez-tez mənimlə belə davranıb, kobud sözlər deyib, əsəbləşmişəm, mənə ağılsız, sənin ağlın yoxdur dedi və bu məni özündən çıxartdı. Dedim, hə, yaxşıdan belə elədinsə, sən mənə indi, mən indi sənə görə nə edəcəm? Mən uşağı bütün günə danışdırmadım. Nədir bu cür davranış? Uşaqlıq əlamətidir, düzdürmü? Küsüb barışmaq uşaqlıq əlamətidir. Uşaq artıq göstərdi ki, belə olar. Sabah uşaq da nəsə istəməyəndə, baxın, eyni güzgüdür ya. Uşaq da küsücək, danışmayacaq. Çünki normadır da. Mənə bunu göstəriblər, bu normadır. Yəni, ana dedi, mən onunla danışdırmadım, səhər yeməyini hazırlamadım, məktəbə gedəndə geyimlərini ütüləmədim. Yəni, uşaq özü hər şeyi durdu ayaq üstə, yəni, birinci gün gecikdi, ümumiyyətlə heç məktəbə getmədi, sərsi gün günorta yeməyini hazırlamadı uşağa. Yəni, uşağa bir növ ac oldu da, təsəvvür edin. Mən valla oxuyanda, qadını dinləyəndə uşağa acıbdım ki, adam öz uşağı, mən kənardan heç öz övladım deyil, ürəyim ağradı, nəinki öz övladına qarşı bu qədər qəddar olmaq, bu düzgün deyil. Təbii ki, nəyisə dediyim kimi cəzanı vermək olar, amma uşaq bunu əgər qəbul edirsə bir cəza kimi, əks təqdirdə uşaq bunu özünə qarşı haqsızlıq kimi qəbul edir. Sən qəfil olaraq qaydaları dəyişirsən. Sən qəfil olaraq uşağa heç nə demədən uşağı fakt qarşısına qoyursan. Buna qədər uşağa icazə vermirsən bu cür rəftar etməyə. Yine uşaqda dəyişirsən də qaydaları birdən-birə qəfil olaraq. Təbii ki, uşağın aqressiyası oyanacaq, qəzəbi oyanacaq, kin yaranacaq, valideynim məni başa düşmür, məni ümumiyyətlə heç kim başa düşmür, uşaq özünə qapanacaq. Yəni, bu uşağa heç nə öyrətmir. Bu cür davranış, yəni tərbiyə metodu deyil. Tərbiyə metodunda uşaq valideyndən qorxmalıdır deyən valideynlər elə düşünürlər ki, bu tərbiyə metodudur. Amma bu şiddətdir. Sadəcə şiddət insanı susturmaq şiddəti. Yəni sən zəifi susturmaq o qədər də böyük bir zəhmət tələb etmədən edə bilərsən. Uşaq səndən balacadır, səndən zəifdir. Nə var onun əlindən hər şeyi almaq, vurmaq, yıxmaq, tək qoymaq, otaqda bağlamaq, heç nə. Amma bu uşağa heç nə öyrətmir. Yəni qorxu içində sevgi yaranmır, mərhəmət yaranmır. Yalnız müstəqillik içində, sərbəst seçim əsasında insanın içində məsuliyyət də, sevgi də oyana bilər. Bax, bu çox vacib bir məsələlərdən biridir. Odur ki, birgə ailəvi ümumiyyətlə bu münasibətlərdə yaranmış dediyimiz bu əyləncələri təşkil etsəniz çox gözəl olar. Amma əsaslı dediyim sizə çatdırmaq istədiyim məhz bu idi ki, əgər konkret olaraq indi hal-hazırda ola bilər ki, nəsə bir münaqişələr yaşanır ailə mühitində də. İndi hər ailədə təbii ki, söz-söhbətlər ola bilər, amma bu söz-söhbətlərin dərəcəsi artıq pik nöqtəyə gəlib çatıbsa və siz görürsünüzsə ki, bu vəziyyətin, bu yaranmış durumun qurbanı da uşaqlardır. Təcili şəkildə uşağı təbii ki, bir dəstək olmaq, uşağı bu mühitdən hardasa uzaq tutmaq üçün şərait axtarmalısınız və belə bir münaqişələrdə mütləq ya birinci həlli yolu tapmalısınız. İki vəziyyət yaranır da. Çox vaxt ailə mühitində disharmoniya olanda uşaqla əlaqəli hər hansısa bir sorğular, mübahisəli məqamlar, məsəl üçün ata belə deyəndə, ana belə deyəndə bu mübahisəli məqamlar ciddi bir böyük bir problemə çevrilir. Çünki ailənin təməlində artıq dəyərlər saxtadır. Artıq insanlar eyni dildə danışa bilmirlər. Ona görə bu kimi problemlər böyük qlobal vəziyyətdə ailənin daxildən çökdürür. Belə deyim də, böyük bir təməl olaraq ailə artıq elə bir vəziyyətə gəlir çatır ki, onun durumu ya boşanmaya qədər gedib çata bilər, ciddi bir problemdir, ya xəyanət ola bilər, çünki ailənin içində problemi həll edə bilmir, partnyorlardan biri gedir ailədən kənar münasibətlərə başlayır ki, sanki orada bir rahatlıq tapmış olur.
Ona görə bu bir qədər başqa və geniş bir mövzudur. İndi inşallah növbəti bizim görüşlərimizdə ehtiyac olarsa kişi qadın arasında yaranmış bu kimi problemləri də psixoloji səbəblərini araşdıra bilərik ki, niyə görə insanlar bir-birlərini sevib ailə qururlar, amma emosional cəhətdən sonradan soyulma halları baş verir, etibarsızlıq yaranır və acı nəticəsi də təbii ki, çox vaxt ayrılıq olur. Ayrılıq olmasa da əzab əziyyətli bir həyat tərzi olur və nəticədə dediyimiz kimi uşaqlar problem yaşayırlar. Ailə terapiyasında bax mənim sistemli ailə terapiyasında tətbiq etdiyim metodlarda nəyə gətirib çıxarır? Mütləq şəkildə əgər bu hallarla üzləşən insanlar bizim terapiyaya müraciət edirlərsə, ilkin diaqnostikada tövsiyə edirəm ki, münasibətdə yaşanılan bax, bu problemləri yaşayan kimlərdirsə ailə üzvlərinin iştirak etsinlər. Çünki bu diaqnostikadır. Bəzən olur ki, misal üçün xanım öz övladını gətirir müayinəyə və deyir ki, mən istəyirəm ki, siz uşaqda yaranmış o qorxuların üzərində işləyəsiniz də. Mən indi açıq istədiyim sırf uşaqlarla işləmirəm. Misal üçün olur ki, 9 plus belə də, belə 10 plus uşaqlarda yaranmış hansısa bir psixoloji gərgin durumlar olursa, o zaman bunların müayinəsini keçirirəm. Lakin əgər münasibət problemləri ailə daxili bir mühiti əhatə edirsə, mütləq kompleks iş prosesinə aparıram. Yəni, sırf uşaqla işləmirəm. Mütləq valideynin də iştirakı mütəmadi lazım olacaq. Ən azından burada valideynin uşaqla nə cür davranmağı bir rolu var. Yəni, ailə terapiyasında biz sistemli şəkildə mütəmadi yaranmış o davranış tərzlərini aradan qaldırmağa nail oluruq. Və gündəlik burada qeyd etmişəm, nə kimi tədbirlər əslində görülməlidir. Ailə terapiyası o birinci, belə deyək, göstərişlərdən biridir ki, münasibətlərdə, burada qeyd eləmişəm, gündəlik söhbətlər, birgə məşğuliyyətlər nəticəsində əgər siz görürsünüzsə ki, yenə də hardasa münaqişələr yaranır, yəni adi bir dincəlməyimiz, istirahət etməyimiz də problemə çevrilir. Belə olan halda mütləq sistemli ailə terapiyası tətbiq olunmalıdır. Və nəticə etibarilə insanlar həmin o xoşagəlməz problemləri aradan qaldırdıqca nəticə, valideyn getmir. Bunu yazan yəqin ki, kimdirsə, valideyni ilə yaşanılan problemlərlə əlaqəli ola bilər də. Əslində, bunu yadımdan çıxmışdı, qeyd edim. O demişdim, nəsildən ötürülən dəyərlərin, uşaqların təfəkkürünə mənfi təsiri nə olur çox vaxt. Ailədə əgər uşaq görürsə ki, onun valideynləri, misal üçün nənəsi ilə, babası ilə ciddi problemlər yaşayırlar. Bu, xoşagəlməz bir nümunədir. Açığı, əgər dərinə getsək, çox vaxt olur ki, qız öz anası ilə danışmır, küsür, aylarla, hətta bəzən illərlə, nə qədər acı olsa da belə hallar olur. Və burada uşağa təsir edən məhz ananın keçirdiyi duyğulardır. Ana uşağın yanında şikayətlənir, danışır, gileylənir, axı mənimlə necə belə olardı falan. Uşaq bu təsir nəticəsində də təbii ki, öz nənəsinə qarşı və yaxud da babasına qarşı da o aqresiyanı, o duyğuları yaşaya bilər. Artıq bir nümunə olaraq uşaq görür ki, ana ilə belə olar, ata ilə belə olar. Sabah sizinlə də yaşanılan problemlərdə siz nə cür davranırsınızsa, uşaq da bunu təkrarlayacaq. Aydın məsələdir ki, bax, sistemli təsir edən faktorlar bu cür özünü göstərir. Ona görə əgər deyirsinizsə ki, valideyn gəlmirsə, deməli, yazan öz valideynlə yaranmış problemlər nəticəsində bunu yazır. Çünki birincisi, əgər gəlmirsə, deməli, doğru təlimat verilir. Burada təkcə valideyn yox. Bəzən olur ki, qadın deyir ki, yoldaşım gəlmir terapiya, gəlməz. Onu heç desəm heç anlamaz da, gəlməz də. Bəzən deyir, mənə bu lazım deyil. Birinci səbəbini aydınlaşdırmaq lazımdır ki, niyə görə gəlmir? Əgər insan bilsə ki, mən gedəcəm və məni orada tənqid atəşinə tutacaqlar və əgər məni çağırır ona görə ki, mənə sübut eləsin ki, mən səhvəm, təbii ki, gəlməyəcək. Amma deyəndə ki, mən istəyirəm ki, bizim münasibətlərimiz daha yaxşı olsun.
daha yaxşı bir səviyyədə qalsın. Mən istəyirəm bu münasibətlər üzərində işləyim, amma psixoloji cəhətdən də, yəni məni sıxan, məni narahat edən, bax sən niyə belə edirsən, yox ha, məni sıxan, məni narahat edən problemlər var da. Keçmişdə baş verənləri doğru bir formada həzm edə bilməmişəm, amma bunu birgə etməliyik. Psixoloqa demək olar ki, sənin ehtiyacın yoxdur, amma mənim var. Mənim psixoloqa ehtiyacım var, amma mənim bu işimin həll olunması üçün sənin də iştirakın lazımdır. Bax, bu formada təlimatlandırın atanızı. O zaman ola bilər ki, sizə görə bu addımı atsın. Deyəndə ki, sənin psixoloqa ehtiyacın var, gəl, sənə doğru yol göstərəcəklər. İnsan öz motivindən geri dönməyəcək. Və burada artıq müzakirədən, təbii ki, terapiyaya bağlı olan insanlarla işləmək də çətindir, amma burada şəxsi terapiyadan söhbət getmir. Burada münasibət problemi varsa, insanlar bu münasibətləri özləri tək başına həll edə bilmirlərsə, o zaman mütəxəssislə birgə araşdıra bilərlər ki, niyə görə həll edə bilmirik? Niyə görə bizim bir-birimizlə danışığımız birdən-birə dəfil bir münaqişəyə gətirib çıxarır? Bu impulslar, bu reaksiyalar, situativ olaraq niyə bizim içimizdə bu cür cərəyan edir də? Yəni bunu biz araşdıra bilərik.